Azad günlərini yaşayan və günü-gündən dirçələn doğma Şuşamızda dövlət sosial xidmətlərinin vətəndaşlara daha rahat, innovativ üsullarla təqdim edilməsi üçün mühüm addımlar atılır. Qarabağ Regional Dost Mərkəzinin 2024-cü ilin iyul ayında istifadəyə verilən Şuşa filialı da Şuşa sakinlərinə sosial xidmətlərin bir pəncərədən operativ, şəffaf və nəzakətli təqdim edilməsi məramına xidmət edir. Qarabağ Regional Dost Mərkəzinin Şuşa filialı ötən ilin iyul ayından fəaliyyətə başlamışdır. Fəaliyyət göstərdiyimiz ötən dövr ərzində 1400-dən artıq vətəndaş müraciəti qəbul etmişik. Vətəndaşlarımızın müraciətlərdən məmnunluq səviyyəsi 99%-in üzərindədir. Müraciət edən vətəndaşlarımız əsasən məşğulluq, əmək pensiyası, sosial müavinət istiqamətləri üzrə müraciətləri qeydə alınmışdır. Məqsədimiz işğaldan azad olunmuş ərazilərə köçürülmüş vətəndaşların onların bu ərazilərdə həyata inteqrasiya olunmasına, məşğulluq imkanlarına dəstək göstərilməsindən ibarətdir. Vətəndaşlar Qarabağ Regional Dost Mərkəzinin Şuşa filialına müraciət edərək dost xidmətlərindən yararlana bilərlər. Onu da bildirək ki, işğaldan azad edilmiş ərazilərimizə qayıdan sakinlərin dost xidmətləri ilə əhatə olunması işləri çərçivəsində Qarabağ Regional Dost Mərkəzi və onun Şuşa filialı ilə yanaşı son illər Zəngilanda Smart Dost məntəqəsi, bu il isə Kəlbəcərdə Dost məntəqəsi yaradılıb.